Salamlar, vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Veteranlar Liqasının 4-cü turundayıq. Günün ikinci qarşıdurmasında RAR və Turan Falcons komandaları qarşılaşır. NF olaraq heyətlərlə sizləri tanış edəcək. RAR komandasında heyətləri belədir. 57 qalkiper Hüssal Həsənov, 4 Seymur Aslanov, 6 Nazim Cəlilli, 8 İzşad Babayev, 11 Elvin Sərkərov, 9 Rövşən Həsənzadə, 17 Azər Ağayev, 5 Rauf Həsənzadə. Turan Falcons komandasında isə heyətlər belədir. Qapıda 1 Burcalı Mehraliyev, 4 İlqar Orucəliyev, 7 Bəhmən Mehraliyev, 66 Şahin Məmmədov, 10 Əhməd Alcanov, 8 komandanın kapitanı Ramil Kazımov, 44 Nicat Rızayev. Artıq oyunun hakimində start səsləndirildi. Uğurlar hər iki komandaya bol qollu, haqlı ədalətli gözəl bir mas ilə meydanda mübarizə aparır. Qaralı qırmızılı formada Turan Falcons komandası, yaşıllaqlı formada isə RAR komandası. RAR komandasına təhlükəli hücum həmləsi. Zərbə mövqeyi axtarılır, amma müdafiəçilər imkan vermədi onlara. Son toxunu isə Şahindəndir. Out. Seymurdan sol zınağa. Sərkərov sağ zınaqlı oynadı. Seymur zərbə indirir, top qapıdan yan kəsdi. Şahin topladı. Türmə qarşılandı. Elvin Sərkərov mərkəz istiqamətində Seymur. Top Nizatda. Top içinə yol verdi Alcanov. Seymur qazanır. RAR komandası əks-hücumda. Nizat sağ sınaqdan irəliyir. Seymurla divar pası. Nizat zərbəni indirir, lakin Burcalı Mehraliyev qapısında diqqətlidir. Daha bir zərbə Rövşən tərəfindən top toru yandan silkələdi. Ramil Kazımov Şahin oynadı. Şahindən uzun ötürmə irəliyə doğru. Tirti topu idilər Oğuzəliyev, Rövşən. RAR komandası yenidən sürətli əks-hücumda Elvin Sərkərovun zərbəsini Burcalı dəf edir. İlqar Alcanov top içinə yol verdi. Rövşən özü zərbə indirir, amma çərçivədən aralı keçdi. Top Şahində. Burcalının da qoşulları oyuna. Yenidən Şahin. Burcalı. Mehraliyev baxır irəliyə, boş mövqe axtarır ötürmə etmək üçün. Hava ötürməsi Elvin tərəfinə qarşılandı. Out. Şahin zərbə. Sal diqqətli idi qapısında. Ramil Kazımov sol zınaqla oynadı. Uzun ötürmə gəlir irəliyə doğru. Turan Falcons komandası uzunda da Şahin. Öz nahil oynadı. Əhməd Alcanov İlqarla oynadı. İlqar qapılır zərbə. Bir sol dəf edir. Korner. Bir asma gəldi zərbə meydan sahasına. Ramil Kazımovun zərbəsi qarşılandı və top Vüsalda.
Şimdi davam edir. Respublikada ponçu yoxdur. Rövşən. Nizatla oynadı. Geriyə çəkildi. Elvin Sərkərov uzaq məsafədən yoxlayır, amma çərçivədən aralı keçdi top. Bəhmən üzərinə yollanır top. Rövşən top içinə yol verdi. Şahindədir top. Geriyə doğru qapısı istiqamətində ötürmə gəlib. Yenidən Şahin. Şahinlə ötürmə gəldi İlqar. Əhmətdə top, blok qoyulduğun zərbəsini alıb. Və korner kazanır Kral Falcons komandası. İlqarla davam ötürməsi, Alcanlı zərbə endirməsini icad etmişən Fermer alıb Kral Falconsun. Ramil sol sınaqladı top. Nizat ara ötürməsi gəldi, zərbə indirilir, lakin qeyri dəqiq oldu Rauf Həsən Satənin zərbəsi. Rüzəli Mehraliyev Mərkəz istiqamətində yavaş-yavaş irəliyir. Sol zona ötürməsi Əhməd Alcanov. Alcanovda top hissi, qapı boşdur, zərbə indirilir, yox, artıq Burcalı çatdırmışdı özünə qapıya. Bəhmən qüvvətli zərbə indirir hələ də. Çərçivəyə tuş gətirə bilmir tərəflər zərbələri. Rövşən Elə çalışsa da ram edə bilməmişdi topu. Ramil Kazımov. Kazımovdan sağsına Bəhmən. İlqar Şahin özünün ahil oynadı. İlqar Rozəliyev. Sınağı dəyişir Bəhmən. Bəhmən yox, yenə alınmadı. Ara ötürməsi ayağının çölü ilə yaxşı almışdı Elvin tərəfindən, müdafiəçilər qarşıladı. Korneri yerinə yetirir Arkamanası. Uzun ötürmə Elvin! Qapı tirindən qayıtdı top. Rövşəndən daha bir zərbə top çərçivədən aralı keçir. Bəhmən Əhməd Alcanov. Seymur yaxşı zona dəyişir Elvin. Elvin qeyri dəqiq zərbə endirdi bu epizodda. Top altta. Elvin.
Yine də ayağını çölüyünə ötürmə. Yaxşanlı Nicat. Cına değişir. Qapı boşdur. Seymur. Zərbə indirdi. Son anda müdafiəçilər dəf edir. Daha bir zərbə. Burcəli Mehralıyev. İmkan vermədi. Növbəti zərbə. İmkan vermədi. Raufun zərbəsindən qola çevrilməsinə Burcəli. Ramil Kasımov. Bəhmən sağ sınaqdan irəliyir. Bəhməndən zərbə şəldə bir sol. O da diqqətlidir qapısında. Hər iki Qalkiper. Hələ ki 12 dəqiqə ərzində yaxşı təsir bağışlayırlar. Daha çox narahat edilən Qalkiper Burcəli Mehralıyevdir. Elfi. Elfinin zərbəsi dəf olunur yenə də. Hücum davam edir. Yenə də Elvin Sərkərov. Qarşıladılar topu. Əhməd tək toxunuş ötürmə. Ramil Kasımov. İlqardan Ciyakan ötürmə eləyir, amma imkanına çatmadı. Nazim uzaq məsafədən yoxladı, top qapının üzərinə yollanır. Yeni daxil oldu meydana. 6 nömrə Nazim Cəlili. Seymur. Rar komandası əksüzümdə. Qapçının öndə olduğunu körüb zərbə indirdi. Top azacaq fərqlə çərçivənin üzərinə yollanır. Təhlükəli zərbə indirmişdi, lakin qeyri dəqiq oldu. Ramil Kasımov. Sol sınaqda Şahin. İlqar. Əhmədov. Əksumdadır ar komandası. Sərkərov. Uzaqlaşdırdı Şahin. Out. İki bucaqdan endirilən zərbə və korner. Əhməd Alcanov. Out. Alcanovdan zərbə qaptan aralı keçir. Hələ ki qolsuz bərabərlik davam edir masa. Bəhmənin zərbəsi bloq qoyulur. Uzun davam edəcək Turan Falcons'dan. Daha bir zərbə indirilir. Vüsal yaxın küncə diqqətlidir. Türmə qarşılandı. Rar komandası sürətli əksima çıxır. Rövşən 3-2 asılıqda yaxalayıblar, amma ötürməsi yaxşı almadı Rövşənin. Qaydada pozluğuna qarşı Şahin tərəfindən. Yoxsa yox. Qaydanı pozan Rövşəndir. Burcəli. Top Nicatda. Rövşənlə tək toxunuşlu pasla yaxşı alındı. Nicat. Silir topu. Burcəli. Və qayda pozlu.
Ral komandasının 8 nömrəsini icraat İzzət Ağlar meydanı tərk etdi. Üsal. Şahin uzaqlaşdırır top meydandan alır. Elvin Sərşərov. Zərb endirildi. Qapıcı diqqətlidir qapısında. Seymur kazandı topu. Sol zona ötürmə. Rövşən. Yenidən Seymur. Qarma qarışıqlıq yaranır bir anlıq. Uğursuz həmlə olur. Tüməkeriyə doğru və Əzizlidən zərbə isə xeyli dəqiq olur. Rauf Türmə Elvin Sərkərov çəkdi sağ ayağına, Sərkərovdan zərbə gəlir. Burcəli yenə də dəf edir. Onu top əltəşinə tutublar. İmkan vermir qalasına yol tapsınlar. Olsuz saxlayıb qapısına. Əhməndən ötürmə keçməyir İlqar. Elfin. Rövşən özü zərb endirir ama bir dəqiq zərb olur. Top Şahində. Turan Falcons hücum qurmağa çalışacaq. Əhmən. İlgin Sərkərov. Rauf'da da top. Rauf. İmkan vermədi. Əhsən Burcəli. Əksi son Turan Falcons'dan Uğurslanlar. Burcəli Mehraliyev. Yeni ötürməsini etdi Şahin. Rövşən. Sağsınaqda Rauf. Qaydada pozulub. Çelimə zərbəsi yerinə yetiriləcək RAR komandası tərəfindən. Şara gəlib, bir paşa zərbə Rövşəndən. Diqqətlidir qapısında. Elfin. Zərbə qapıdan aralı keçdi. Şahində də top. Olmaz filçəkdə uğurlanlar və İzat Qayran pozdu. İzat özəliyə oynar. Türmə qarşılanır. İlqar Orucəliyev. Sağsına ötürməkdir. Bəhmən zərbə endirir. Təhlükəli hücum. Bu dəfə soğuşdu təhlükə.
Rar komandası üçün Əzizliyin ötürməsi qarşılandı. Əksuma çıxır yenidən Turan Falcons, alınmadı. Sərkarov. Qeyri-dəqiq zərbə. Bəhmən. Uşaqlaşdırıldı top. Ramil Kazımov. Nəşəslə Şahin. Bəhməndədir top. İlqar tavan ötürməsi yaxşı oldu. Zərbə indirilir amma. Nicat Rızayevin zərbəsini də dəf edir. Vüsal Şahindən ötürmə gəlir. Olmuş edən yoxdur. Seymur Damsın ötürmə Elvin. Nicat oynadı. Out. Bir dəqiq zərbə Əzizlidən. Şahin. Bruseliyə boşluq axtarı ötürmə etmək üçün irəliyə doğru ötürmə gəldi. Nicat. Rar komandası hücumda da Seymur. Ötürmə gəlir amma Şahin Məmmədovdan top meydanı tərk etdi. Geriyə doğru. Gəlişinə zərbə indirilir. Əzər Ağayev tərəfindən amma blok qoyulmuşdu. Cəlili. Sağsan ötürmə. Elvin Sərkərov top meydanında saxlaya bilmədi. Artıq ilk hissənin sonlarıdır. Elvin. Qarşılandı top al. Azər. Top Nizatda. Topun ötürməsi yaxşı aldı. Elvindən zərbə gəlir. Şahin Məmmədov blokladı. Kasımov qarşılayır. Nicat. Zərbə isə yaxşı alınmalı. Son dəqiqə yarım, 2 dəqiqə təxminə ilk sənin şulaşmasına. Gözəl hərəkətlər Oruc Əliyevdən alayətməsi keçmədi. Əksumda da indi Rar komandası. Əzizli zərbə qeyridə idi. Seymur. Elvin. Təhlükəli hücum. Yenə ötə Burceli diqqəti də qapıda. Reytdə yaxşandı Elvin Sərkərov. Ötürmə keçmir. Turan Falcons. Əksüsuma sıxmalıydı. Bir qədər tələsmək lazım idi əslində. Onu Şazmovdan sarısına ha. İlqar. Bəhmən. Yenidən İlqar. Ara ötürməsi uğursuzdur. Al. Son saniyələr ilk hissədə. Azərə sarı verəqə pasivinə yazıldı. Rövşən. Uzun ötürmə etdi irəliyə doğru. Out. Uğursuz cəhd.
Korner. Türmə gəldi. Boşla zərbə və bu zərbədən sonra ikisi yaxınlaşır. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi. Hələlik. Bir daha vaxtınız xeyir olsun. Dəyərli futbol severlər, artıq maçda ikinci hissə start götürür. Turan Falcons və RAR komandalarının mübarizəsində ilk hissəsi qolsuz bərabərliyi ilə yekunlaşdı. Baxaq görək. Tərəflər ikinci hissədə necə oyunu nümayiş etdirəcək? Qol olacaqmı? Futbolun bəzəyi olan qol və qollar bu maçda eşi yoxdur. Başlandı ötürmə. Seymur. Seymurdan sağsına ötürmə gəldi. Ortalanır zərbə. İlqar Orucəliyev. Üç nəfərin atəsində itirdi topu İlqar. Nicat. Ara ötürməsi bir qədər sürətli alındı. Türməyə doğru Əhməd Alçanov. Bəhmən. Türməyin də Əhməd istiqamətində sərf edilir. Bir sol tərəf etdi Alçanovun zərbəsini. Cəqan oturmaların toz sağsına Şahin Məmmədov. Can vermədi ötürmənin keçməsinə Ramil Kazmovdan sağsına İlqar. Bəhmən Mehraliyev. Sol uzağa Məmmədov qapısı ilə oynadı. Bəhmən gözəl reyt alındı, amma gedər. Önünə çox atır, topu çatdıra bilmədi. Seymur. Cəqan alava ötürməsi ünvanına dəqiq alındı. Nicat. 2-8 nömrənin mübarizəsini izləyirik. Rövşəndə. Ramil. Nə baş verir? Haşim davam edərik. 2 epizodda Ramil Kazımovun zərbəsi bloklandı. Seymur. Haşim saxladı oyuna qayda pozulub Seymur'a qarşı. Bir sinyal verdi, əksiz ol. Rövşən, sol ayağındadır, qüvvətli zərbə endirir. Baba Mehraliyev yenə diqqətlidir qapıda. Daha bir zərbə endirildi, toxmuş var rəqibdən. Gəlişinə zərbə əsaslı olaraq keçir. Burzəli. Baba var, rahat.
Bu sərdən özünü ötürməyə eləyir. Qapısı da. Elfin. Elfindən zərbə gəlir Burseli. Diqqət edə qapısında. Yenə qurtarış etdi bu dəfə korner. Geriyə doğru. Zərkələşinə zərbə toxunuşan müdafiəçilərdən. Korner. Şazımov. Bir topu yoxsa Qayda pozulub. Şazımova qarşı. Röşen. Turma vuruşuzda. Al. Uzun ötürmə qarşılanar. İlkar. Oruz Əliyev. Qaydalar çərçivəsində Rauf Həsənzadə topu alır, ondan sağ sahətdən eləyir Rauf. Amma topu meydanda saxlaya bilmədi. Alçanlov mərkəzli oynatır. Amildən geriyə doğru. Şazımov kesti bir rəqibini. Turmaya qarşılanır Rauf. İlkar Ramil sərpə indirir, amma Üsal imkan vermədi. Taban ötürməsi gəlir. Uğursuz cəhd oldu. Elfin Sərkərov. Növbəti zərbə topu Üsalda. Seymour. Blok boyunda zərbəyə al. Rövşən topladı. Hələ də tilsim qırılmır o hasta. Hesabatçı var. Bilmir. Seymour! Gol! Hər zaman bu ifadəni səsləndirəndə də hər zaman gol gəlir. İnciməsin Tran Falcons komandası. Yenə də asta ağzını deməsinlər. Düz deyək, Tran Falcons o qədər də şərhlərimizi çox tez-tez görməyiblər. Digər komandalar artıq edir. Məncə sən oyunda o ağzını açma, yoxsa gol gəlir. Bu ifadələri öyrəşmişik, amma nə eləmək olar? Gəldi gol. Golsuz, bəzəksiz futbol maraqsız olur bir qədər. İndi tilsim qırıldı. Tran Falcons bərabərlik olaraq daşında olur. Çox qüvvətli zərbə Elfin Sərkərovdan.
Alcanov. Ara ötürməsi. Bəhmənin zərbə indirməsini imkan vermədilər. İlqar. Imkan vermədi Qalkiper. Daha bir zərbə və gol! İlqar Orucəliyev tarazlığı bərpa edir 1-1. Tilsim qırılmalıydı. Bunu deyirdim. Tilsim qırılsın ki, tərəflər artıq gol axtarışında olsunlar. Hesab bərabərləşdi 1-1. Elvin Sərşərov. Qaptan zərbə. Yoxsa yox. Üçün zərbəsini işarə elədi hakim. Seymur zərbəni indirir. Blok qoyuldu. Out. Bəhmənin zərbəsi də dəf olunur. Hücum davam edəcək. Yox, geriyə çəkildi Şahid. Rucəli uzun ötürmə edir və sağ uzaqlaşdırdı. Ramil Kazımov. İlqar. Yaxşı alındırı idi İlqarın. Başla ötürmədə gəlir, uzaqlaşdırdılar top meydandan. Ötürmə gəldi və gol! Bəhmə Mehralıyev 2-1 edir hesabı. Geri dönüş gəlir. Tilsim qırılmalıydı. Hesab açılmalıydı ki, qolların tamamı gəlsin. Fran Falcons geri dönüş edir maçda. İkinci hissənin ortalarında. İntən Bəhmən artıq hər iki tərəf açıq oyunu nümayiş elətdirir. Alcanovdan zərbə qeyri olur. Seymur. Yaxşı ötürmə alındı. Zərbə indirilir. Gol! 2-2 oldu hesab. Kamala 8 nömrəsi Nizat topu tora qovuşturdu. Ötürmə Seymurdan mükəmməl olmuş dəqiqətən də. Maçın hal-hazırda ən yaxşılarından da, bəlkə də ən yaxşıdır. RAR komandasının 4 nömrəsi. Seymur Aslanov. Hal-hazırda da topladı. Bir gol, bir asist var aktivində. Dalban ötürməsi. Seymur gözəl hərəkətlər ondan təhlükəli gəliblər. Ötürmə edir Nizatın zərbəsi. Burcəli Mehralıyev amansız yenə də Azərdən zərbə gəlir. Blok qoyuldu zərbəyə. Seymur. Elvin. Ara ötürməsi. Nizat zərbə indirir. Burcəli mükəmməl. Çox yaxşı təsir bağışlayı qapıda Burcəli Mehralıyev. O şəkildə yerinə yetirilməlidir korner. Seymur. Ötürmə isə yüksəkdən alındı. Zərbə isə qeyri deyildi təbii ki. İlqar. Zəraltı yeni yetirir. Solsuna ötürmə gəldi. Kasımov. Alcanov.
Əhməd Alcanov zərbəyə toxunuş var müdafiəçilərdən. Korner. İlvin top içinə yol verir. Bəhmənin zərbəsi bloklandı. İlqardan qüvvətli zərbə. Blok qoyulub, əlli oyuna etirazlar var. Yəqin ki, vara baxılacaq. Bəli, vara baxılır. Və vara baxılır, gün zərbəsi qərarı gəlir. Penalti qərarı yoxdur. İki-ikili bərabərliyi davam edir maçda. O ötürməsi gəldi, Azər uzaqlaşdırdı. Buradan. Oradan tut. Burcəli. Şahin içeriyə doğru yenidən Burcəli. Biraz kırayatı. Burcəliyev geriyə çəkildi yenidən Burcəli. Uzun ötürmə olundu və Üsal çıxışda inamlıdır. Top ayağından çıxdı Orcəliyevin. İndi Bəhmən zərbəsi. Qapıdan aralı keçir. Rauf. Türmə qeyri dəqiq olur Şahin. Nicat qarşıladı ötürməsini. Şahin Məhmədov qazandı topu. Sazla ötürmə. Bəhmən. Əhməd. Əhməddən ötürmə gəlir. İlqar. Aman vermirlər ona, amma hər ədən mübarizə davam edir. Seymur qazandı topu. Outda qazandırır. Azər indi top meydanı tərk etdi. Ayda pozulub Nizata qarşı. Azərdən hava ötürməsi, bir yerlər Nizatın gerisinə doğru olur. Müasir bir ötürmə. Lizik səni yeşunlaşmasına son 6 dəqiqə təxminən. 5-6 dəqiqədən sonra final kimi yaxınlaşılır. Bu arada bloklandı Şahin tərəfindən zərbə. Rauf davantını keçmədi. Bəhmən. Bəhməndən zərbə geridə idi. Bir reyf gəldi Nicatdan. Paralel ötürməsini etir Rauf. Raufun ötürməsi keçmədi. Əhməd. Əhməddə qüvvətli zərbə gəlir. Üsal. Diqqətlidir qapısında yenə də İlqar. Oruzəliyev ötürmə keçmir, mübarizəyə davam elədi. Seymur Aslanov. Aslanov keçdi bir rəqibini. Ötürmə imkanına çatmadı. İlqar. Turan Falcon 8 sonda. Bəhmənin top ayağından çıxdı Üsal.
Seymur. Nicat çəkdi sol ayaqla. Nicat blok qoyuldu zərbəyə. Alcanov. Bəhmən. Blok qoyuldu Bəhmənin zərbəsinə. İlqar. Ara ötürməsi çox yaxşı alın. Zərbə edilir. Gol! 3 olur hesab. Minimal fərqlə önə çıxır. Turan Falcons komandası Bəhmənin qoluyla. 3-2. Seymur. Elvin Sərkərov. Keçmədə ötürməsi Sərkərovun. Bəhmən uzaqlaşdırdı. Zərbə indirilir. Yaxın ikinci yaxşı bağlanmışdır. Yakın oynayın ki adam Turan'a rahat oynamasın. Türmə qarşılanır. Əksuma çıxır. İndi Turan Falcons komandası Bəhmən İlqarlı oynadı. Ozəliyev. Məsələn imkanı satdıra bilmədi. İlqar bir daha Bəhmən Vüsal dəfə edir onun zərbəsini. Seymur. Siyaqan oturməkdə sol sınaha. Elfin. Dəfə əksəsin Turan Falcons'da. İlqar. Sağ sınaha Bəhmən. Yenə də İlqarı düşünmüşdü. Korner. Elvin Sərkərov mübarizəyə davam elədi. Hakim üstünlüyü prinsipə əməl etdi orada. Alt. Rauf! Dirəkdən top meydan tərk edir. Tarazlı qol şərəflərdə. Dirək mani olur. Alt. Seymurdan top ikisi. Şahim Zafiyan arxasına doğru yaxşı ötürmə alındı. Zərbə bloklanır. İlqar. Elvin sağ saha. Seymur bir il gəldi. Blok qoyulur zərbəyə. İlqardan gözəl hərəkətlər. Ayda pozulur Boris Əliyevə qarşı əzizliyi tərəfindən. Sarı bərgə. Şahin zərbə yaxınlığına keçir. Elfin bir reyir gəlir ondan. Burcəli deyəsən zəta alır ciddi şəkildə. Gərginliyi də yaşanan tərəflər arasında və Farabaqlı qırmızı vərəqə etirazına görə. Yox, qırmızı vərəqəli epizod yoxdur. Uzəli Mehraliyev etiraz bildirdi ki, ona qarşı qayda pozuntusu, qırmızı vərəqəli epizod var, amma vara baxıldığından sonra hakim qərarı oyunda deyil və Rövşən qaydanı pozur. Və belə ilə oyun hakimi də final fikrini səsləndirdi.
Bu maraqlı maçda Turan Falcons komandası 3-2 hesabı ilə qalib gələrək öz xal aktivlərinə yazdırır. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizlə mənim şəxsiniz Heydər Hüseynli növbəti maçlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.